Rəhman və Rəhim olan Allahın adıyla. Bir neçə şey orucu batil edər. Onlardan birincisi yemək və içməkdir. İnsan istər oruc tutduğu halda qəsdən bir şeyi yeyib içərsə, orucu batil olar. İstər həmən şey yeyilməsi və içilməsi normal sayılan çörək və su kimi şeylər olsun, istərsə də normal sayılmayan torpaq və ağac şirəsi kimi, istər miqdarı az olsun, istərsə də çox, fərq etməz. Bu şeylər orucu batil edər. Və ikincisi, cinsi əlaqə. İnsan bilərəkdən, qəsdən, yəni cinsi əlaqədə olarsa, orucu batil olar. Üçüncüsü, istimna. İstimna və yaxud da masturbasiya. İnsan oruç tutan şəxs istimna edərsə, orucu batil olar. Masturbasiya nədir? Kişinin özü ilə və cinsi əlaqədən başqa bir şəkildə elə bir iş görməsidir ki, ondan üzr istəyirəm, sperma xaric olar. Bu, qadına da aiddir, kişiyə də aiddir. Dördüncüsü, Allah, Peyğəmbər və məsum imamların adından yalan danışmaq. Oruç tutan şəxs yazı, işarə və bu qəbildən olan vasitələrlə uca Allahın, Peyğəmbərin və məsum imamların adından yalan danışarsa, orucu batil olar. Təbii ki, bunların təfsilatları kitablarda qeyd olunur. Mən qısa olaraq keçirəm. Və beşincisi, qatı tozu udmaq. Budur ki, qatı tozu udmaq bundan ibarətdir ki, məsələn, bu istər toz un kimi yeyilməsi halal olan bir şey, istərsə də torpaq kimi yeyilməsi haram olan bir şeyin tozu olsun. Yəni, qatı toz insanın boğazına yetişərsə, bu orucu batil edər. 6-cı, sübh azanına qədər cənabətli qalmaq. Cünub insan, yəni cənabətli insan mübarək Ramazan ayında sübh azanından öncə mütləq qüsl etməli, yaxud təyəmmüm etmək vəzifəsi təyəmmüm etmək olduğu halda təyəmmüm etməlidir. Bilərəkdən, qəsdən insan nədir? Cünublu, sübh azanına qədər cənabətli qalmamalıdır. Qadının sübh azanına qədər heyz və nifas halında qalması. Mübarək Ramazan ayında gecə heyz yaxud nifasdan paklanan qadın sübh azanından öncə mütləq qüsl etməli və yaxud vəzifəsi təyəmmüm olan insan isə təyəmmüm etməlidir. Və 8-ci, imalə etmək, yəni tənqih, maye vasitələrində imalə, klizma etmək, hərçənd məcburiyyətdən və müalicə məqsədi ilə də olsa, orucu batil edər. Lakin şam kimi bərk maddələrlə imalə etmək orucu batil etmir. Qusmaq. Oruç tutan şəxs qəsdən qusarsa, hərçənd xəstəlik yaxud zəhərlənmənin qarşısını almaq və bunun kimi səbəblərdən bu işi görməyə məcbur olsa belə orucu batil olar. Lakin əgər səhvən yaxud qeyri-ixtiyari qusarsa, orucuna xələl gəlməz. Bu 9 şey, sıraladığımız şeylər orucu batil edən məsələlərdir. Təbii ki, bunların da təfsilatı kitablarda, şəriət fiqh kitablarında daha da qeyd olunur. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.